Herkesi salamlayırıq. Deməli, bu video izahımız funksiyalar və qrafiklər hardan? Güvən 2024 testindən KX plus B nöqtədə qiymətin tapılması səhifə 252 testlərin izahları olacaq əyani dərsimizdən. Deməli, əziz şagirdlər, bizim dəstək qrupumuz var, WhatsApp qrupu. Qoşulmaq üçün, yararlanmaq üçün videonun aşağısında link var, asanlıqla qoşula bilərsiniz. Hər biriniz oğullar, bir dənə Kanala abone olun. Kanala abone olun. Kanallardan çıxarmayın. Hər birinizə öncədən təşəkkürlər. Deyin inşallah, bilmədiklərinizi deyin bakalım. 9. 9. Aşağıdakilerden hansı deyir ki fx bərabərdir x minus 4 funksiyasının qrafik üzərindədir. Aşağıdaki nöqtələrdən hansı fx bərabərdir x minus 4 funksiyasının qrafik üzərindədir? Bu elə çətin sual mı ki? Deyil. Nöqtələrindən hansı funksiyanın qrafik üzərindədir? Bunu sizə dərsdə ətraflı izahını da vermişdim əslində. Qrafik üzərində, baxın B variantına verilib nə? 1-3. Dərsimizdə bunun izahını vermişdim. Sən niyyədir qrafikini çəkib. Bir dənə burada x-in yerinə 1 yazın. 1 çıx 4, -3. Məni izlə. Evet, sual. 16. Necə? 16. 16. Deyir ki, fx bərabərdir 4x çıxılsın 12. Funksiyasının qrafiki absis oxunu hansı nöqtədə kəsir? Absisi sıfıra bərabərdir. Absis oxunu kəsirsə, deməli bunun x-i nədir? Var. Absis oxunu kəsir şəfir. O absis oxunu, o x oxunu kəsir. Deməli bunun y-i nədir? Sıfırdır, qət yerinə qoy. 0 bərabərdir. 4x çıx 12. Oradan da x3. Bəli, x buradan 3. Cavab oldu? A variantı. 3-0. 0-3 yox ha, 3-0. 20. Mən 20-də sonra. Baxırıq 20 nömrəli suala. Deyir, aşağıdakı funksiyalardan hansının qrafiki absis oxunun müsbət istiqaməti ilə kör bucaq əmələ gətirir? Bu da C variantındakı y bərabərdir -x-dir. Niyə? Bunu göstərək də artıq. Çünki dedik ki, bu y bərabərdir kx funksiyasıdır. Yəni y bərabərdir kx funksiyasıdır. K burada neçədir sizcə? -1'dir. B var mı? Uşaqlar? Yoxdur. Yoxdur. B'si yoxdur, 0'dır. Bunda qrafik hardan keçməlidir? Koordinat başlanğıcından keçməlidir. Çünki biz demişdik B y oxu üzərindədir. Yəni sərbəst hədd y oxu üzərindədir. Və bunun qrafiki də olurdu bu şəkildə. Biz hətta buna deyirdik ikinci rüb ilə dördüncü rübün tən böləni də deyirdik. Hardan bilirəm bunun tam böldüyünü? Buranın 45, buranın 45 olduğunu hardan bilirəm uşaqlar? Buradan bilirik ki, demişdik ki, düz xəttin bucaq əmsalı nəyə bərabərdir? Tangens alfaya bərabərdir. Tangens alfa hansı qiymət alıbdır? -1'i alır. Tangensdən -1'i harada alır? 135 dərəcədə alır. 135 dərəcədə alır. Və kör bucaq da həmin bu bucaqdır. Yəni K buradakı, bax bu verilmiş ifadənin K'sı -1'dir. Yəni tangens alfası düz xəttin bucaq əmsalı və ya tangens alfa bu bucaqdır. Niyə? Çünki demişdik ki, OX oxunun müsbət istiqamətlə əmələ gətirdiyi bucaq. Loğru dildə desək, OX oxunun sağı ilə əmələ gətirdiyi bucaq. Bu bucaqdır. Bu bucaq da ora 90'dır, burada neçədir? 90, bura neçədir? 45. Neçə dərəcədir? 135 dərəcə. Necə bucaqdır? Kör. Bizdən bir onu soruşur. Başa düşdükmü? Yadımızda qalsın. Bax, birinci rüblə üçüncü rübün tən böləni budur, bax. Bax, budur. Oldu, birinci rübdən üçüncü rübün tən böləni var, bildikdə buralar. -x isə ikinci və dördüncü rüblərin tən bölənləridir. Sonra neçə? Zərfə 21 belədir. Deyib 1 və 4 nöqtəsindən keçən düz mütənasiblik, daha doğrusu düz mütənasib asıllığın düsturu. Biz bilirik ki, düz mütənasib asıllığın düsturu nədir? K bölü kx, tərs mütənasibliyin K bölü x-dir. Bunu deyəsirik biz. Gət yerinə qoy, y 4'dür, x da 1'dir. K neçələrdir? 1. 4, baxın da.
K vur 1, bu elədik K bərabər 4. Get yerinə qoy. 4x. Cavab oldu. 4x. Sonra 26 belədir. Y bərabərdir kx və y bərabərdir 2x minus 3. Xətti funksiyaların qrafikləri 2 paralel. beraber oldu. Bəli. Dedik ki, paralel olmaq üçün K1 K2-yə bərabər olmalıdır. Kəsişmək üçün K1 K2-yə bərabər olmamalıdır. Üst-üstə düşmək üçün K1 də K2-yə, B1 də B2-yə bərabər olmalıdır. Və bir dənə qaldı perpendikulyar. K1 vur K2 bərabər olmalıdır. Mənfi 1-ə, bu da perpendikulyarlıq şərti idi ki, düz xəttin. Sonra belədir suallar. Deyilir ki, y bərabərdir. Mənfi 3x üstəgəl 12. Mən bu məsələni sizə iki variantda izah edəcəm. Bir qəbula. Bura nə yazıram baxın. Dəfələrlə düşmüş sual, biraz da ətraflı sual kimi düşür hətta. Bunu burada yazıram. Y bərabərdir. Mənfi 3x plus 12. Sonra izah edəcəm. İndi bunu izah edirəm. Deyir ki, düz xətt üzərində absisi ordinatına bərabər olan nöqtə. Nə demək istəyir uşaqlar? Absisi ordinatına harda y var, get yerinə x qoy. Və ya harda x var, get yerinə y qoy. Fərqi yoxdur. Burada harda x var, getir y olsun. Qoy. Harda x var, yerinə y qoy. Onda y bərabərdir. Mənfi 3y plus 12. Sağa gətir. 4y bərabərdir 12. Y buradan 3. Onda absiz ordinatına bərabərdir. Deməli bu da 3'dür. Bu tapdıq. Sualımız belədir. Dəfələrlə ətraflı yazılara olunan sual, oxşar tipli sual nədir? Deyir ki, bunu koordinat oxları ilə əmələ gətirən üçbucağın uşaqlar nəyi istəyərsə bizdən? Sahəsini istəyərsə. Maraqlıdır, diqqətlə baxmalısınız. Baxırıq bura. Bu düzbucaqlı koordinat sistemidir. Biraz yaxından var icma. Düzbucaqlı koordinat sistemidir. Koordinat oxları ilə kəsişmə nöqtələri demir. Biz dedik ki, o x oxu ilə kəsişirsə, x-i sıfırdır. O x oxu ilə kəsişirsə, y-i sıfırdır. Deməli, bu təmin yerinə bir dəfə x-a sıfır verir, y-i tap. Gəl verək. X-a sıfır versən, y-im 12 eləyirmi? Yerinə sıfır qoyanda. Neçə alındı? 12. Tutaq ki, bura neçə olsun? 12. İndi, bir dəfə də y-a sıfır ver, x-i tap görək. Bəli, 3 eləyir. Çünki bu sağa gəldi mənfi 12, daha doğrusu 4 eləyir. 12 neçə bölümdə nə eləyəsdir? 4 eləyir. Diqqətli olur. Sağa gələndə hər ikisi mənfi olur. Tənliklərdə səhv istəmir. Eləyir 4. 4 də buradır. Uşaqlar, mən burada üçbucaq yaratmaq üçün bununla bunu nə etməliyəm? Təbii ki, bu necə üçbucaqdır? Üçbucağın sahəsi. Vəssalam. 4 vur 12 böl 2. Cavabım 24. Bitti. Maraqlı sual idi, görürsünüz. Uşaqlar, ola bilərdi sizin misalınız belə olardı. Bura yenə də 90-dır. Bura verilərdi mənfi 6. Bura verilərdi mənfi 4. Bilirik ki, bura müsbət 6 vahiddir. Bura müsbət 4 vahid. Biz sahə deyəndə o mənfini nəzərə almırıq. 6-nı 4-ə vurub 2-yə böləsirik. Sahə müasib bir. Aydındır. Bu tipli suallar belə işlənir. Növbəti A 1-3 və B 3-1 nöqtəsi hansı düz xəttə nəzərən simmetrikdir? Biz dərsin izahında bu haqda geniş danışdıq. Bir də qrafiki çəkmirəm. Biz dedik ki, x, y o x oxuna görə simmetrik olarsa adı çəkilən dəyişmirdi. X mənfi y olur. Bunları bilirik də biz. X, y əgər y bərabərdir x düz xəttinə nəzərən simmetrik olanda nə baş verirdi? Yerlər? Baxın, yerlər dəyişibdir. Deməli, hansı oxa nəzərən? Y bərabərdir x cavabı izləyirik. Deməli, belə bir cədvəl verilir bizə. Bu x-dir, bu y-dir. Deyir, x1 olanda y3 olur. x2 olanda y5 olur. 3 olanda 7 olur. Fonksiyanın tərifi necə idi? X-in bir veya bir neçə elementinə x çoxluğundan götürülmüş. Y-in yalnız bir qiymətini qarşı qoyan qaydaya funksiya deyilirdi.
İndi onları bir-bir yoxlamaq lazım. 1 qoyanda, 1 hansı? 3 olur, 2 qoyanda olmur axı. 2 qoyanda. A bəndi getdi də. A bəndi deyil. Baxın A bəndində belə verilir də. Deyir y bərabərdir x plus 2. Yoxlayıram. Məsələn yazsam ki 1 yazsam olur 3. Amma 2 yazsam 4 olur. Amma burada nə yazıblar? 5 yazıblar. A Deyil deyil. olmur. B də olmur. Yoxlayaq. Y bərabərdir x plus 3. Daxil 2 yazanda 5'dir. 3 yazanda 6 olmalı. Amma yazıblar 7. C variantı. C variantına baxıram. Oldu. 2x plus 1. Deməli burada C bərabərdir 2x plus 1'ə baxaq. 1 yazsam 3, 2 yazsam 5, 3 yazsam 7. Hamısını ödəyir. Hamısını ödəyir, sağ. Buna asılıq da qurmaq barəsində 2 nöqtə verilir. Başqa? Necə də baxırsan? Yox, yox. Və salam, bütün sualların izahlarını verdik. Sağ olun.